Hər vaxtınız xeyir, dəyərli izləyicilər. Nərimanov rayonundan salamlayırıq sizi. Gənclik metrosuna yaxın bir istiqamətdəyik hal-hazırda. Nərimanov metrosuna da yaxın ərazidir, lakin Gənclik metrosu ərazisi sayılır bu ərazi. Banditizm kimi tanıdığınız idarə, yəni Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin yanında 18 mərtəbəli yeni tikili binanın 8-ci mərtəbəsində tam 3 otaqlı və superdə təmir edilmiş bir mənzil təqdim edirəm hal-hazırda sizə. Xol hissədəyik, texniki parametrlərini xatırladım. Bir daha sizə 117 kvadrat, tam qanun 3 otaqlı və idealda proyektdə olan və bütün əşya və texnikalarla tam təchiz edilmiş əla təmirli bir mənzil görəcəksiniz. Xolun genişliyini görürsünüz. Xol boyu döşəmə, qranitli döşəmədən istifadə edilib və mənzildə təmir zamanı bütün otaqlarda şahid olacaqsınız. Bambuk divar panellərindən və güzgü dekorasiyalardan, daraq teksturalardan əla və zövqlə istifadə edilib. Rəng tonları superdir. Həm divar kağızlarında, həm də panellərin divar üzləmələrində. Giriş qapımız, giriş qapısından girdikdə sağ hissə yenə dekorativ olaraq bəzədilib. Gördüyünüz kimi giriş qapısı ilə üzbəüz belə bir dresuar əvəzi gizli işıqlı güzgü, açarlıq və pufikdən istifadə edilib. Daha sonra burada mənzilin 2 ədəd sanuzeli qarşılayır bizi və xol hissəyə aid gömmə bir qardirob mebeli var. Tam boy bu riger hissə dəyərləndirilib və oturduluq bura bu qardirob mebeli. 2 böyük qapaq və bir şüşə qapaq davam edir daha sonra. Daha sonra qonaq otağı qarşılayır bizi. Bu şüşəli qapılar məhz qonaq otağına açılır. Qeyri-standart, böyük ölçülü bir qapı qoyulub. Burada isə daha bir koridor döngəsi var. Bir şüşəli qapıda mətbəxə açılır. Burada isə 2 ədəd yataq otağı yerləşir. Biri kiçik ölçülü yataq otağıdır, biri daha geniş ölçülü yataq otağıdır. Davam edirəm qonaq otağı ilə. 117 kvadrat ölçü mənzildə tam olaraq özünü göstərir. Bir daha qeyd edirəm, şahid olursunuz yəqin. Olduqca zövqlü və keyfiyyətli təmiri var mənzilin. Xol hissədən fərqli olaraq qonaq otağında döşəmədə bambuk parketdən istifadə edilib və İngilis yolkası teksturasında vurulub bu parket və belə bir böyük ölçülü künc divan dəsti modern bir yumşaq mebeli yerləşdirilib. Jurnalisinə qədər qoyulub və yumşaq mebelin arxası yenə bambuk panellərlə və bura işıqlandırmalarla əla dekor edilib və belə bir maraqlı saat da var burada. Daha sonra tablo davam edir və bu riger hissədə belə bir gizli işıqlı, profil gizli işıqla əla bəzədilib burada və böyük ölçülü bir yemək masası yerləşdirilib. 10 nəfərlik bir yemək masasıdır, 6 oturacaqla yerləşdirilib. Bura kondisioner, Alqus markalı kondisioner burada yerləşdirilib. Yemək masasının sağ istiqamətində yenə daha sonra TV yerləşən hissə bambuk panellər və bura işıqlandırma, şüşə qapaqlı bir TV stend quraşdırılıb. Olduqca da iri həcmli bir TV stenddir və Toshiba markalı da bir TV yerləşdirilib burada. Davam eləyək mətbəxlə. Mənzildə rəng seçimləri, divar kağızları seçimləri və işıqlanma olduqca zövqlə həyata keçirilib. Mətbəxin gözəlliyini görürsünüz. Mətbəx mebelində də əla rəng tonlarından istifadə edilib. Tam boy bir mətbəx mebeli yığılıb. Bambuk panellərdən istifadə edilib. Üzəri süni mərmərlə işlənib. Belə bir modern moyka yerləşdirilib. Paltaryan yerləşimi də burada həyata keçirilib. Kargo yerləşiminə qədər nəzərə alınıb və qoyulub. Qabuyan yerləşimi isə bu istiqamətdə həyata keçirilmiş vəziyyətdədir. Gizli bir qabuyan quraşdırılıb. Daha sonra mətbəx mebelinin penal hissəsi qarşılayır bizi. Indezit markalı bir soyuducu və Ardo markalı bir mikrovolnovka və elektrik sobası quraşdırılmış vəziyyətdədir. Bu şüşəli qapaqda isə öz dəbdəbəli qab-qazaq dəstlərinizi rahatlıqla yerləşdirib nümayiş elətdirə bilərsiniz qonaqlarınıza və 4 nəfərlik bir mətbəx masası yerləşdirilib. Mətbəx masasının yan tərəfi isə güzgü və yenə dekor panellərdən istifadə edilib, əla dekor edilib bura. Mənzilin bütün otaqlarının qarşısı açıqdır, gün düşən və panoramalı otaqları var mənzilin. Onu da təqdim edeyim sizə. Bir balkonu var, həm də texnika balkonudur bu balkon. Kombi sistemi, kollektor sistemi və qaz sayğacı, kondisioner motorları burada yerləşdirilib. Bu balkona həm mətbəxdən, həm də uşaq yataq otağından daxil ola bilirsiniz bura. Qonaq otağı, mətbəx və uşaq otağından baxış açılır Təbriz küçəsi istiqamətinə və yeni açılan park istiqamətinə baxış açılır. Bu gördüyünüz Əhməd bəy Ağaoğlu küçəsi isə Gənclik metrosuna, Gənclik molun yanına qalxan məhz həmən küçədir. Yəqin ki, yerləşməni tam izah eləyə bildim sizə.
bütün otaqlarda əşya planlaması düşünülərək funksionallıq qorunaraq həyata keçirilib. TV yerləşimi də nəzərə alınıb mətbəxdə. Davam edirəm. Kiçik ölçülü yataqla. Kiçik ölçülü deməyimə baxmayın, kifayət qədər tam ideal əşya planlaması həyata keçirilib və böyük ölçülü bir yataq dəsti, make-up yerləşimi nəzərə alınıb və həyata keçirilib. Pufik nə qədər qoyulub. Daha sonra girişdə məhz qardirob mebeli o girintili hissədə dəyərləndirilib. Kifayət qədər də geniş bir qardirob mebeli var. Həm də oranı da və tumb əvəzi də belə bir silmədən istifadə olunub. Bura işıqlandırma, tablo, ideal dekorlanması var bu otağında. Və əsas setup otağı. Bu otaqda isə artıq genişliyi öz sözünü deyil. Gedən kimi bir böyük ölçülü qardirob mebeli qarşıladı bizi. Künc şəkildə yığılıb, 4 böyük qapaqla əhatələnib. Həm şüşə, həm də qapalı qapaqları var. TV yerləşimi bu otağın burada nəzərə alınıb. Otağın bir üstünlüyü də belə deyək, künc hissədə olması və künc hissənin bütövlükdə vitraj pəncərə ilə əhatələnməsidir. İdeal panorama açılır bu otaqdan. Təqdim edəcəm oranda sizə. Yenə bu otaqda da kondisioner yerləşimi nəzərən həyata keçirilib. Böyük ölçülü yataq dəsti, tumbaları yerləşdirilib və make-up'a qədər hər şey nəzərə alınıb və ideallıqla quraşdırılıb. Panoramanı da təqdim edeyim sizə. Yataq otağından məhz Tofiq Bəhrəmov stadionuna və Gənclik metrosu istiqamətinə əla panorama açılır. Və son olaraq mənzilin sanuzellərini təqdim edeyim sizə. Böyük və kiçik ölçülü olmaq üzrə 2 sanuzel yerləşdirilib burada. Hər iki sanuzeldə tam aksesuar yerləşimi ilə yekunlaşmış vəziyyətdədir. Genişliyini və rahatlığını görürsünüz. Tam sanuzel tərtibatındadır. Suşulka yerləşimi solda, xırdası qalınlıqlara qədər quraşdırılıb. Belə bir gözəl görünümlü, modern bir moydadır. Gizli işıqlı güzgü ilə geniş ölçülü bir duş kabinisi ayrılıb. Daxilində niş işıqlandırma və unitaz yerləşimi isə sağ hissədən həyata keçirilib. Qonaq sanuzeli isə burada yerləşdirilib. Burada da yenə moydadır yerləşimi. Nişa tərtibatını görürsünüz, gizli işıqla tərtib edilib və əla teksturalı qranitlərdən istifadə edilib. Belə, mənzili demək olar ki, tam olaraq təqdim elədim sizə. Nərimanov rayonu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin yanı, Gənclik metrosu yaxınlığında 18 mərtəbəli yeni tikilinin 8-ci mərtəbəsində yerləşirdi bu mənzil. 117 kvadrat ölçəyə malikdir və olduqca da ideal proyektdə olan tam 3 otaqlı bir mənzildir. Qanuni 3 otaqlı mənzildir, düzəlmə filan deyil və mənzilimizə tam əşyalı və texnikalı start olaraq təyin edilən qiymət 470 min manatdır. Real alıcılara endirim nəzərdə tutulur. Mənzil haqqında bizdən bu qədər. Biz izlədiyiniz üçün təşəkkür edirik. Arzuladığınız mənzillərə sahib olmanız diləyilə, hörmətlə, reklam.